Media savadlığı niyə bu qədər aktualdır? Dezinformasiya əsas təhdidlərdən biri hesab olunur. Asan dildə də, bizim dilimizdə Bəli, asan dil. faktla fikri ayırd etmək daha da çətinləşir. Effektiv beynəlxalq təcrübələr hansılardır? Bununla bağlı həm reaktiv, həm proaktiv strategiyalar həyata keçirilir. 15-22 dekabr bəli media savadlığı həftəsidir. Formal qaydada müəyyən qədər mürəkkəb bir prosesdir. Hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Studiyada mənəm İlqar Mehmanoğlu, qonağım isə Medianın İnkişafı Agentliyinin media dəstək layihələri, strateji planlaşdırma və IT departamentinin direktoru Ləman İskəndərovadır. Bugün informasiya mühitində təhlükələr və media savadlığı mövzusunda söhbətimiz olacaq. Ləman xanım, salam, xoş gəlmisiniz. Çox sağ olun dəvət üçün. Ləman xanım, müasir dövrdə informasiya mühitində hansı görünməz təhlükələr mövcuddur və media savadlığı niyə bu qədər aktualdır? Sual üçün təşəkkür edirəm. Bugün bir mənalı şəkildə dezinformasiya qlobal gündəlikdə olan məsələlərdəndir. Hətta biz son illərdə beynəlxalq təşkilatların yayımladığı hesabatlara, eləcə də araşdırmalara nəzər salsaq, qlobal stabillik üçün dezinformasiya əsas təhdidlərdən biri hesab olunur. Əlbəttə ki, dezinformasiya geniş yayılmış anlayışdır. Bir çoxları artıq dezinformasiyanın nə olduğunu bilir. Bilərəkdən, qəsdən şəkildə yanlış məlumatların tirajlanması, xüsusilə auditoriyanı çaşdırmaq, yanıltmaq məqsədi ilə yayımlanan məlumatlardır. Dezinformasiya geniş yayılmış anlayış olsa da, təəssüf ki, onun bir çox növləri var və hətta elə son illərdə təhlükəli növlər, süni intellektlə xüsusilə hazırlanan müəyyən yanlış məlumatlar, yaxud da materiallar var ki, onu peşəkarlar belə fərqləndirməkdə çətinliklər çəkirlər və bütün bunlar hamısı eləcə də texnologiyaların inkişafı ilə, bizim qlobal informasiya mühitinin iştirakçısına çevrilməyimizlə, istehsal istehlak dinamikalarının köklü dəyişməsi ilə xüsusilə bu problem aktuallaşır. Əvvəllər əlbəttə ki, bir istiqamətli idi məlumat axını. Biz sadəcə oxuyucu, izləyici kimi məlumatı etibarlı mənbələrdən alırdıq. Ancaq bugün biz özümüz də artıq məlumat istehlakçısıyıq. Yəni bir kliklə dünyanın hər bir yerindən minlərlə növ informasiyanı biz anındaca ala bilirik. Eyni zamanda da müxtəlif sosial şəbəkələrdə, platformalarda öz fikirlərimizi və yaxud da ki, rəylərimizi və yaxud da hansısa informasiyanı paylaşa bilirik. Bu da etibarsız məlumatların çoxalmasına birbaşa təsir göstərir. Faktla fikri ayırd etmək daha da çətinləşir və eləcə də istehlakçılar üçün bu müəyyən qədər çaşqınlıq yaradır. Bu səbəblərdən dezinformasiya və onun növləri bugünkü gün aktualdır. Eləcə də media savadlığı aktualdır. Çünki bu istiqamətdə təbii müqavimətin formalaşdırılmasında bir mənalı şəkildə media savadlığının artırılması bacarıqları əsasdır. Ləman xanım, bəs bu istiqamətdə effektiv beynəlxalq təcrübələr hansılardır? Biz baxsaq, aşağı-yuxarı demək olar ki, bütün ölkələrin üzləşdiyi çətinliklər dezinformasiya ilə bağlı yaxındır, oxşardır və bununla bağlı həm reaktiv, həm proaktiv strategiyalar həyata keçirilir. Reaktiv strategiyalar hansısa bir dezinformasiya halı baş verdikdə koordinasiyalı, operativ addımların atılmasıdır. Təqziblərin verilməsi və yaxud da ki, yanlış məlumatın düzəldilməsi məqsədi ilə daha ətraflı istiqamətləndirici məzmunun paylaşılması. Eləcə də bir çox ölkələrdə bunlarla bağlı mərkəzlər fəaliyyət göstərir, qaynar xətlər fəaliyyət göstərir. Bunlar dezinformasiyalı baş verdikdən sonra reaksiya olaraq atılan addımlardır. Lakin effektivliyi bir mənalı deyil. Çünki dezinformasiya halı çoxdur. Bayaq dediyim məqamlara görə məlumat axını, informasiya bolluğu çox olduğuna görə bizim qarşılaşdığımız dezinformasiyanın növləri və həcmi də fərqlənir. Buna görə proaktiv strategiyalar deyərdim ki, uzunmüddətli, lakin kompleks atılan addımlar daha effektivdir. Bu, birbaşa media savadlığının artırılmasıdır ki, cəmiyyətdə dezinformasiyaya qarşı, yanlış məlumatlara, manipulyasiyaya qarşı təbii müqavimət formalaşsın. Hər bir fərd həm məlumat paylaşarkən, həm də məlumat istehlak edərkən daha məsuliyyətli yanaşsın. Bu, həm informasiya mühitinin sağlamlaşdırılması, həm cəmiyyətdə informasiya təhlükəsizliyinin formalaşdırılması üçün xüsusilə önəm kəsb edir. Bir sözlə, media savadlığı artırılmalıdır, insanlar artıq məlumatla işləməyi bacarmalıdır, onu yoxlamalıdır
bunun həll yolu sadəcə olaraq media savadlılığının artırılmasındadır. Bəli, təəccüblü deyil ki, 21-ci əsrdə media savadlığı həyati bacarıqlardan biri kimi dəyərləndirilir. Oxu, yazı bacarıqları ilə eyniləşdirilir. Yəni informasiya, məlumat çoxaldıqca hər bir fərdin düzgün məlumatlar əsasında müəyyən qərarlar verməsi, hərəkət etməsi, eləcə də özü də nəsə paylaşarkən o məsuliyyətli vətəndaşlıq anlayışı var. Düzgün məlumatlar əsasında, faktlar əsasında, etibarlı məlumatlar əsasında müəyyən xəbərlərin yayımında iştirak etməsi kifayət qədər önəmlidir. Təşəkkür. Xatırladım ki, qonağım Medianın İnkişafı Agentliyinin departament müdiri Ləman İskəndərovadır. Biz informasiya mühitində təhlükələr və media savadlılığı mövzusunda danışırıq. Ləman xanım, Medianın İnkişafı Agentliyi bu istiqamətdə, yəni media savadlılığının artırılması istiqamətində hansı işlər görür? Çünki bu olduqca aktualdır, az əvvəl qeyd etdiyimiz kimi. Biz hansı işləri gördük bu istiqamətdə? Media savadlığına ilk dəfə Azərbaycan Respublikasının media haqqında qanununda anlayış verilmişdir 2022-ci ildə və bu istiqamətdə müəyyən fəaliyyətin aparılması Medianın İnkişafı Agentliyinə həvalə edilmişdir. Həmin dövrdən etibarən beynəlxalq təcrübə əsasında bir proqram tərtib edilmişdir ki, mərhələli şəkildə media savadlığının artırılması ilə bağlı tədbirlər görülsün. Aparılan işləri biz müxtəlif kateqoriyalara ayıra bilərik. Məsələn, maarifləndirmə və inkişaf proqramları, hansı ki, burada xüsusi həssas istifadəçi qruplarının media savadlığı, bilik və bacarıqlarının artırılmasıdır. Eləcə də fərqindəliyin artırılması, ümumiyyətlə media savadlığı nədir, niyə bizə lazımdır, niyə aktualdır, rəqəmsal mühitdə xüsusilə niyə biz media savadlı olmalıyıq? Bununla bağlı demək olar ki, ənənəvi, rəqəmsal, sosial mediada davamlı kampaniyalar aparılmaqdadır. Əlaqələndirmə tədbirləri, yəni müxtəlif qurumlarla birgə müxtəlif tədbirlər görülür. Eyni zamanda 2023-cü ildə ilk dəfə media savadlığı ilə bağlı milli resurs olan platforma istifadəyə verilmişdir. Hansı ki, daxilində bir sıra alt bölmələr, məlumatlar, alətlər topluları, video və yaxud da ki, foto məzmunlar yerləşdirilib və 2023-cü ildən etibarən media savadlığına həsr olunan konfrans və həftə keçirilməkdədir ki, elə bu həftə də media savadlıq həftəsidir. 15-22 dekabr, bəli, media savadlılığı həftəsidir. Elə istəyərdim bir qədər də bu həftə barədə danışaq. Gözləntilərimiz nələrdir, hansı tədbirlər keçirilir? Sentyabr ayından etibarən Regional İnkişaf İctimai Birliyi və Gənclər Fondu ilə birgə bizim regionlarda media savadlığının artırılması ilə bağlı böyük bir layihəmiz var idi ki, 10 regionda 1000-dən çox gənc əhatə olunub və elə 15 dekabr bu həftənin ilk günündə həmin layihənin bağlanış konfransı da həyata keçirildi ki, orada 100-dən çox gənc iştirak etdi regionlardan, müxtəlif regionları təmsil edən. Eyni zamanda ümumi təhsildə media savadlığının artırılması ilə bağlı, əlbəttə ki, bu formal qaydada müəyyən qədər mürəkkəb bir prosesdir, lakin qeyri-formal təhsil istiqamətlərində, eləcə də müəyyən məlumatlandırıcı sessiyalar şəklində biz çalışırıq ki, uşaqların, gənclərin, şagirdlərin bu istiqamətdə maarifləndirək, onların bilik bacarıqlarını artıraq və ümumi təhsildə media savadlığının əhatə olunması ilə bağlı bizim Elm Təhsil Nazirliyi ilə birgə tərəfdaşlığımız davam edir. Bu həftə hazırlıq işləri çərçivəsində oktyabr ayından başlayaraq bizdə 12 məktəbdən, ikisi pilot olmaqla 20 müəllimə müəyyən TOT, yəni təlimçilər üçün təlim formatında müxtəlif proqramlar təşkil edilmişdir və həmin müəllimlər tərəfindən 2000-ə yaxın şagird noyabr ayında əhatə olunaraq müxtəlif açıq sessiyalar, dərslər, məlumatlandırma sessiyaları təşkil edilmişdir. Bununla yanaşı media savadlığı sektorlar arası əməkdaşlığın güclü olmalı olduğu sahələrdəndir və bizim də həftədə məqsədimiz bu istiqamətdə həmrəyliyin gücləndirilməsidir. Yəni ki, müxtəlif dövlət qurumları, özəl şirkətlər, vətəndaş cəmiyyəti institutları, eləcə də akademik müəssisələrlə birgə müxtəlif tədbirlərin görülməsi və hər bir istiqamətdə təşəbbüslərin həyata keçirilməsinə dəstək göstərməkdir ki, bizdə bu həftə çərçivəsində demək olar ki, ondan çox tərəfdaşımız var və hər bir tərəfdaşla da müxtəlif tədbirlər görülməkdədir, kampaniyalar aparılmaqdadır. Eləcə də 22 dekabr tarixində həftənin yekun konfransı keçiriləcək ki, həmin konfransda 500-dən çox gəncin iştirakı nəzərdə tutulur. Əlbəttə, tərəfdaş qurumların rəsmiləri ilə yanaşı intellektual oyunun keçirilməsi, hansı ki, bu da ilk dəfə media savadlığı ilə bağlı həyata keçiriləcək təşəbbüslərdəndir. Eləcə də müxtəlif dəyirmi masa formatında görüşlər, müxtəlif alt tədbirlər və s. silsilə formatda həyata keçiriləcək. Eyni zamanda media savadlığı ilə bağlı aparılan kampaniyalar çərçivəsində peşəkar media ilə də əməkdaşlıq, belə deyərdim də... Elə Asan TV ilə agentliyin birgə əməkdaşlığı var, müxtəlif çarxlar yayımlanır, sual-cavab formatında bizim çox faydalı əməkdaşlığımız var.
Bəli, 2023-cü ildən etibarən Asan Radio ilə birgə bizim Smart Media layihəmiz həyata keçirməkdədir ki, bir sual, bir cavab formatında sırf dinləyicilər üçün media savalı haqqında sadə dillə məlumatlığın artırılmasını hədəfləyir. Asan dildə də, bizim dilimizdə Bəli, asan dil. asan dildə kifayət qədər effektiv olduğunu da biz deyə bilərik. Eləcə də bu həftə çərçivəsində tərəfdaşlarımızdan biri də Asan Radiodur. Təşəkkür edirəm vaxt ayırdığınıza görə və sizə bütün işlərinizdə uğurlar arzulayıram. Çox təşəkkür edirəm dəvət üçün. Belə, biz informasiya mühitində təhlükələr, media savadlılığı barədə danışırdıq. Qonağım Medianın İnkişaf Agentliyinin departament direktoru Ləman İskəndərov idi, aparıcı isə mən idim, İlqar Mehmanoğlu. Növbəti yayımlarda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.